Artıq bir neçə ildir ki, işğaldan azad olunan ərazilərimizdə tikinti, quruculuq işləri gedir, həmçinin bərpa işləri aparılır. Bu torpaqlarda arxeoloji tədqiqatlar da prioritet məsələlərdən biridir və orada aktiv iştirak edən alimlərdən demək olar ki, birincisi sizsiniz. Hansı işlər görülür Qarabağda? Bir qədər əvvəldən başlamaq istəyirəm. 2020-ci ildə Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bizim şanlı ordumuz torpaqlarımızı düşmən işğalından təmizlədikdən sonra təqribən 2020-ci ilin dekabr aylarında bizim instituta müraciət olundu. Aidiyyatı olan dövlət təşkilatları tərəfindən ki, Azıq mağarasının yanında yerləşən bir yaşayış məntəqəsində, orada evlərin birinin zirzəmisində çox güman ki, sizə sahəyə aid olan deməli materiallar aşkar olunub. Bu materiallar nə idi? Vaxtı ilə Azıq mağarasında işğal dövründə qanunsuz, cinayətkarcasına deməli, qazıntılar aparan beynəlxalq belə bir qrup həmin məntəqədəki evdə yaşayıb və həmin məntəqədəki evin zirzəmisində bir ambar kimi istifadə edirdi, tapıntıları ora yığırdı. Tapıntıların bir qismi Azərbaycandan işğal dövründə kənara çıxarılıb, qanunsuz olaraq, necə ki, qanunsuz idi qazıntıların özü, onların bax bu cür sonra xaricdə apardığı analizlər də hamısı qanunsuzdur. Hətta onlar kitab da çap elətdirmişdilər və faktiki orada cinayətlərini özləri etiraf edirdilər ki, bəs biz işğal olunmuş ərazidə qanuni hökumətin icazəsi olmadan quldur bir qazıntısı aparmışıq. Və həmin o zirzəmidə olan materiallar onların çıxara bilmədiyi materiallardır. Və bu materiallar da hal-hazırda Amaya Arxeologiya və Antropologiya İnstitutunun deməli saxlanğıcında saxlanılır. Çox maraqlıdır. Onlar pul xərcləyiblər, əziyyət çəkiblər, bu cür tədqiqatlar aparıblar. Amma indiyə qədər səsləri çıxmır ki, biz o tapıntılar bizimdir və yaxud da ki, gəlin bir yerdə tədqiq eləyək. Çünki başa düşürlər ki, onlar törətdikləri bu cinayət idi. Yəni, ilk dəfə olaraq dekabrda bizim institutun mütəxəssisləri Azığa yaxın olan məntəqədə, yaşayış məntəqəsinə dəvət olundular və orada o erməni işğalçıları tərəfindən törədilmiş o cinayətin o maddi sübutları ilə tanış olub, onu gətirdilər bizim instituta.